Yaxşı, mən bu BD-yə x desəm, ya da 1 desəm, ifadə. çünki sinüs onsuz da istəyir. AB 2-dir, BD 1-dir, DC də 2-dir. Bizdən sinüs alfanı istəyir. Taparıq. Bizdə idi. Onda bura nə qədər olacaq? 2, 1, nə qədər eləyir? 9. Şuraqda nə qədər eləyir? 13. Bax, belə eləyərəm. 2 böl 4. Ya, başqa keçid etmək istəyirəm. Biraz səbir olun. Bura belə qurmaq istəyirəm. Bura nə qədər elədi? Kök 5. Düzdür? Burada da oxşarlıq olur. Bura tapılır. Bax, bura oxşarlıqdan bura tapılır. Bax, bura fikir verin. Bura bir x bucağı deyirəm. Burada x bucağıdır. Bura bir y bucağı deyirəm. Burada bax, bir y bucağıdır. Bax, biraz fərqli bir üsula keçirəm, amma standart üsulu da yazacağam. Hipotenuz biri kök 5-dir, biri 2-dir. Mən bura A desəm, 90-ın qabağı kök 5-dir, 90-ın qabağı 2-dir. X-in qabağı 2-dir, X-in qabağı da orada A-dır. Deməli, A olur 4 bölü kök 5. Bura olur 4 bölü kök 5. İndi sinusa böyük bucaqda orada baxın sinus alfa. Qarşıdakı katetin hipotenuza nisbət. Alın sizə bu gözəllik. Amma bu bunun üçün düşünülür.